Nişi kimdir? Nişi haqqında qısa bir məlumat verəcəyik. Nişi üsulu ilə müalicə nə olan bir müalicə metodlarından biridir. Əlbəttə, bu bir alternativ bir müalicə deyil, qeyri-alternativ müalicə metodlarından biridir. Lakin bir sıra xəstələr axır zaman məndən zəng edib soruşurlar, doktor, siz bizə Ramanın nömrəsini verə bilərsinizmi? Biz o müalicə metodundan istifadə edək. Raman əslində kimyoterapiyanı tam almış, bitirmiş bir pasientlərimdən biridir və tam remissiyada olan bir xəstədir. Düzgün qidalanaraq, pH balansının səviyyəsini saxlayaraqdan və bədəndəki olan su balansını düzgün istifadə edərəkdən yaşayan bir insandır. Əlbəttə ki, bir çox xəstələr bunu anlamırlar, etmirlər də. Lakin biraz Ramanla da danışacağıq bu barədə və bir sıra üsullar var ki, yəni başqa xəstələr üçün də istifadə edilə bilər. Belə deyək, Raman bizim el arasında olan təbabətçimizdir. Əlbəttə ki, insanlar bunu, yəni Ramanın etdiklərini eşidəndə daha da fərqli yanaşırlar, istəyirlər onu da etsinlər. Mən Ramanın bir xəssiyyətini sevirəm ki, hər dəfə vurğulayır ki, əgər siz onkoloji xəstəsinizsə də mütləq şəkildə ilk etapda müalicənizi alın, sonra hər hansı bir alternativ müalicə keçə bilərsiniz. Amma bu alternativ müalicələr də zərərli bir müalicələr deyillər. Nitşe üsulunda bütün müalicə metodlarından istifadə etmir. Onların bir qismindən istifadə edir və bu haqda da biraz Ramanla biraz diskusiyamız olacaq. Nitşe alimdir, bir sıra kitabların müəllifidir. 20-ci əsrin əvvəllərində yaşamışdır. İlk olaraqdan 20 yaşına qədər özü ağır xəstəlikdən əziyyət çəkmişdir. Ən əsasən də sümük vərəmindən əziyyət çəkmişdir. Amma ona baxmayaraq Nitşenin özü 76 yaşında vəfat etmişdir. Heç də xəstəlikdən vəfat etməyib, avtomobil qəzası zamanı vəfat etmişdir. İnsan özünü müalicə edə bilər, əlbəttə ki, qida ilə, düzgün, sağlam həyat tərzi ilə. Amma Nitşenin dediyi kimi insanlar, daha doğrusu həkimlər xəstəliyi müalicə edirlər. Deyir, bir həkimə bir sağlam insanı ver və onun sağlamlığı haqqında məlumat bizə ver desən, verə bilməzlər. Çünki onu müalicə edə bilməzlər. Nitşe sağlam insanlar üçün də bir üsul metod təşkil etmişdir, qurmuşdur. Məndən soruşsaz bir həkim kimi, siz bu üsullardan istifadə edirsinizmi? Mən etmirəm. Skeptik yanaşıram, bəli, ola bilər, arada sırada skeptik yanaşıram. Amma bir sıra müalicə metodikaları var ki, bu aralar mən də belə başlamışam etməyə. Bunun da birisi Ramanın ən sevdiyi turbo idmanıdır. O idman əlbəttə ki, beyin qan dövranını yaxşılaşdıraraqdan insanlar daha rahat edir. Bu haqda Raman özü danışacaq bizə və sual cavabımıza başlayırıq.